27 kilometr qalıb qardaşlar. Uspet eləməliyik zapravkaya. Gedirik maşının yağını dəyişək. Vlog 339. Hələ aparatura da hazır deyil dostlar. Hazır deyil, şalka hazır deyil. Görək başımıza nə iş gəlir. Yağı dəyişək. Bir ayda maşını sürmürdüm, özünüz bilirsiniz. Yağın vaxtıdır. Yağı hələ 50 kilometr var düzdür vaxtına. Amma yəni öyle dəyişmək vaxtıdır. Yəni boş-boşuna yalandan niyə sürüm? Yağın vaxtından keçim qardaşım. Çatdıq brat. Digər Nas Petroldur ki, buranın işçiləri çox görürüz. Mehriban. Yəni əla səviyyədədir bura. Mən həmişə bura gəlirəm. Smysla, bez тебя. Sofyanın Amerikanosu brat. Odur da qardaşım. Bu da drive'dan qalan beciklərdir. Bez тебя. Gedək görək yağın necə dəyişdiyini nətər olur. Deməli dostlar, Biləcəri filialındayıq Vivanın. 20% endirimimiz var. Biz də gəlmişik yararlanmağa bundan. 6 litr yarım yağ gedir buna. Onu deyirsiniz ki qardaş, bunun yağını niyə dəyişmirsən? Bu arada dostlar, mənim də yaxın qardaşım var. Telefon aldı satdısı ilə məşğuldur. Ən ideal iPhone'lar iDealer'də. Ən ideal Coffee, Sofi Coffee'də. BRG də ki qardaşım, yəni ən ideal maşınların qrupudur. Usta yağı dəyişir. Filtri dəyişirik dostlar. Axtarı. Maşının motorxanası. Plus da ki 12 etaplı nə bilim nə olacaq. Maşını təmizləyəcəklər, eləyəcəklər, motorxanasını eləyəcəklər. Sonra təhvil verəcəklər. Bu da kondisionerin filtri. Hava filtri ıslanıqlı olundu, qaldı yağ, bir də yağ filtri. Kondisionerin filtrində dəyişdik dostlar. Qardaş baxdı, dedi motorun içində naqar falan yoxdur. Yaxşı vəziyyətdədir. Belə. Kondisionerin filtrini dəyişdi. İndi qanundan vuracağım bura. Kondisioner işləyəndə içəri gözəl qoxu versin. And you'll be one of God's children that fell from the top. There's no diversity because we're burning in the melting pot. So when the devil wants to dance with you, you better say never because the bu girən yerində yağların təmizləndi. Sonra qrupun yağ filtri dəyişirik. Proses tamam edirik. Vivadayıq dostlar. Qardaş çox sağ olsun. Hər şey yoxladı, elədi. Təmizlik işi görüldü motorxanada, payrotka olundu. Salon təmizləndi, salonun filtrləri təmizləndi və hazır vəziyyətə gətirildi. Əlavə olaraq dostlar, kompüterə vurulur maşın, yoxlanılır. Telefonumun yaddaşı doldu dostlar. Sofi Coffee-dəyik dostlar. Deməli burada görün kimin maşını var. Kənan müəllimin maşını, Azər müəllimin MX-5-i, Sofi və
Canan müəllim, salam aleykum. Necəsiniz? Neyəsən bu? Sağ olasın, necəsən? Neyəsən? Şükür salamatçılıq. Bura yağı dəyişməyə getmişəm. Bəli, bəli. Bir dənə bu videonun sonluğunda bir dənə 5 vur qutarsın.